Dostlar, hər kəsə salam. Bugünkü videoda sizə Pythonda sadəcə bir sətir kodla kalkulyator düzəltməyi göstərəcəm. Kodumuza keçmədən öncə kanalıma abunə olub, videolarıma like atmağı və belə kodların daha çox gəlməsini istəyirsinizsə, rəylərdən yazaraq mənə bildirməyi unutmayın. Keçək kodumuza. İlk öncə print mötərizə açırıq və içərisinə eval yazırıq. Bir dəfə də mötərizə açırıq və onun içinə input yazırıq. Bir dəfə də mötərizə açıb içərisinə istədiyimiz hər hansı bir yazı yazırıq. Mən enter 2 nöqtə yazacağam. Kodumuz budur və yuxarı küncdən run butonuna bir dəfə klikləyərək kodumuzu açıb istifadə edə bilərik. Məsələn, yazaq 5 + 3. Gördüyünüz kimi cavabı deyir 8. Kodumuz bu idi. Kanalıma abunə olub, videolarıma like atmağı və belə videoların daha çox gəlməsini istəyirsinizsə, rəylərdən yazaraq mənə bildirməyi unutmayın. Sağ olun, digər videolarda görüşənədək.